Herkese salam, kanalıma xoş gəlmisiniz. Biz ana bala yenə hazırlaşdıq. İndi evdən çıxacağıq. Gedirik bacımla görüşməyə. Baxım sənə. Ya gəlib sizin üçün xanım. Niyə açırsan ayaqqabını? Mamasya. Görüşdük. Hara götürmüşler? Hani? Hanı kuş? Kuş oradadır. Nur yatıb durub. Uşaqlar acı idi, ona görə də əvvəlcə McDonald's-a getdik. Burada uşaqlara şar veriblər, özləri üçün oynayırlar. Onlar üçün uşaq menüsü götürdük, özümüzə də sifariş elədik, getdik yeməyə. Ha, nə yeyəcəksən? Yeməyim, nə eləyirəm? Ne eləyirəm Aziha? Bu ne olmaz? Bu bizim değil. Ye, yok. Bundan ye mi? Hayır tamam. Bundan ye bundan. Götür ye. Ye. Bunu halaya da ver, halaya ver, halaya. Burada taksi sifariş eləmişdik. Taksi gözləyənə qədər də uşaqlar çəmənlikdə biraz oynadılar. Uşaqların arasında 5 ay fərq var. Cihan Nurdan 5 ay böyükdür. Ona görə də Cihan nə edirsə, Nur da eynisini təkrarlayır. Hətta onun yanında daha çox danışmağa başlayır. Düşünürəm ki, hamıdan çox Cihanı istəyir, yəni. Çox sağ ol, ömrüm günüm. Gedirlər gül daşımağa bizə. Ver. Ya. Yok da burada ver. Ver. Burada isə studiyadayıq. Vineska çəkiliş eləmişdik və şəkilləri seçməyə lazım idi. Başqa gün vaxt eləyə bilmədiyim üçün məcbur uşaqları da götürdük, getdik. Mən şəkil seçənə qədər uşaqlar oranı bir-birinə qatdılar. Bacım da sağ olsun qəşəng şəkillərini çəkdi uşaqların. Sür getdik. Sür. Bu videoda da Nur məndən küsüb və xalasına sığınıb. Ümumiyyətlə Nur xalasını görəndən sonra məni saymır, ona mama deyir, onun əlindən tutur, onun qucağına getmək istəyir, məndən imtina eləyir. Studiyadan çıxandan sonra qərar verdik ki, uşaqları aparaq Gənclikdə açılan yeni parka. Biz tələbə olanda Dədə Qorqud parkı açılmışdı, artıq üstündən neçə illər keçib. Ondan üzbəüzdə yeni park açılıb, ora getdik. Havası çox qəşəng idi, maraqlı, xoşuma gəldi. Kaç elə xalanı? Güceli falanı. Kaç ele? Cihan mama orada işleyir. Orada? Orada. Orada. Ha, orada. Gel. İstirahət günü olduğu üçün məktəblilər, tələbələr, qohumları ilə gələnlər, uşaqla gələnlər dəhşət çox idi. Piknik zonası tamamilə dolu idi demək olar. Pilləkənlərlə yuxarı çıxdıq, amma yarıda belə bir kilit qoyulmuşdu. Düşünürəm ki, təhlükəsizlik qaydalarına riayət olunmadığı üçün icazə verilmir yuxarı çıxmağa. Parkdan görünən mənzərə çox qəşəng idi, xoşuma gəldi. Daha sonra uşaqları oyun zonasına apardıq, amma
az yaşlı uşaqlar üçün demək olar ki, attraksiyon yox idi, ancaq böyük uşaqlar üçün idi. Meyvələrini yedilər, bizi dəhşət yoruldular. Yaxşı, mən də sən. Yoruldum, əldən düşdü. Nəhayət ki, təbii mühitlərinə düşdülər. Bizdən əlcəydilər. Kombin dəyişikliyinə gedildi. Çünki üstünü başını elə bir günə salmışdı ki, qaraçlara oxşayırdı. Çox qəşəng, əla. Hara gedək? Ora gedəcəyik. Bax, orada bəbə var, görürsən. Bunu bir eləməsə şey olacaq. Ay kız. Cihan. Cihan. Dur. Gün ərzində o qədər oynayıb yoruldu ki, maşına minən kimi yatdı. Hətta evə gətirəndən sonra da birbaşa yatağına qoydum və səhərə qədər oyanmadı. Belə əziz izləyicilər, bu da bizim bir günümüzdən qısa kadrlar. Videonu bəyənib kanala abunə olmağı unutmayın. Sağ olun, salamat qalın.